yerimək istəyirəm. Əziz insanlar, Möhsün Üzeyir oğlu həmin şəhidimizin ailəsindəyəm, şəhidimizin nəvəsidir, şəhidimizin oğludur, şəhidimizin hamımızın gəlin bacımızdır. Gəlmişəm inşallah, uşaqla iflisdir. Zəhmət olmasa ətraflı məlumat verərdiniz uşaqla bağlı. Bacı. Mən uşağım 20 məhdudiyyətlidir, gəzmək xəstəliyi serebral iflicdir. Hər gün onu xəstəxanaya aparıb gətirir. Düzdür, şəhid ailəsi olduğumuza görə xəstəxananın müalicələri tam ödənsiz xalqahan üzərindən keçirilir. Sadəcə mənim çətinliyim odur ki, hər gün bu uşağı mən qucağımda marşrutda aparıb gətirirəm. Dərmanlarını almaqda çətinliyim var. Buna görə sizdən, xalqımdan qızımın yeriməsi üçün, dəstək olması üçün kömək istəyirəm. Düzdür, tam düzəlməyəcək, amma bizim kimi olmayacaq da, yəni normal, amma ən azından öz-özünü idarə edəcək şəkildə. Mən istəyirəm ki, yəni bir ana olaraq mənim evladım ən azından biz həyatda olmayanda bir stəkan suyunu mənim evladım içəbilsin. Amin inşallah. Öz-özünü idarə edə bilsin, öz ehtiyaclarını ödəyə bilsin. Amin. Buna görə mən xalqımdan, dəyəri sizin qardaşlarınızdan mən balam üçün kömək Allahın köməyinə balam ayağa qalxsın. yaxşı olacaq. Allah şəhidlərimizi rəhmət eləsin. Özümə borc bildim. Gəldim. Allah şəfa versin. Çox sağ olun ki, Vüsal qardaş. Siz də yəni zəngimizə cavab verdiniz, gəldiniz. Allah sizlərdən də razı olsun. Borcumdur. Həmişə siz şəhid ailələrin yanında olmusunuz. Allah sizləri qorusun. Bir dənə xalqıma müraciətim odur ki, mənim balama köməkli eləsinlər. Amin. Yeriməyinə görə dəstək olsun. Əziz Azərbaycan xalqı, sizdən xahiş edirəm. Mənim kasıb qardaşlarım, mənim imkanlı qardaşlarım, mənim gözəl Azərbaycan xalqı, ölkəm, kömək eləyək. Nə olar? İflis xəstəsidir. Neçə yaşı var balanın? 10 yaşı var. Adı nədir? Könül. Könül. Heç bir anaya, ataya bala dağı verməsin. Qurban olaram sizə. Ən azından bizim şəhid ailəmizdir. Şəhid nəvəsidir. Qurban olaram sizlərdən. Gəlin kömək eləyək. Əlimizdən nə gəlir? Nömrəni də qeyd edəcəm. Kartı da qeyd edəcəm. Allahın köməyinə yaxşı olacaq bacım, qardaşım. Allah razı olsun. Yaxşı olacaq. Könül nəsə demək istəyirsən? Nəsə demək istəyir deyə əmin varsa. Nətə dedim ya ki, yerimək istəyirəm deyə. Yerimək istəyirəm. Gəlmək istəyirəm. Dəstək olun. Sən gəzərsən, gəzərsən sən inşallah. Sən də gəzmək istəyirsən, hə? Sən məktəbə getmək istəyirsən. Balamızın 50-li olan vəsiqəsidir. Əziz dostlar, bu kimliklərdir, şəhidimizin oğlunun təsdiq edən sənədləridir. Sənədlərimdə bu mənim elə bir ki, atamın ölüm kağızıdır. 92-ci ildə şəhid olduğunu təsdiqləyən. Bu dövlətimizin uşağım xəstə olduğuna görə serebral iflis olduğu qaranti verilən gündən 2015-dən qüvvəyə mindiyi sənədlərdir. Bunlarda elə bir ki, həkimdən keçdikdə gəlib gəldikləri hamısı tomoqrafiyanın kağızlarıdır. Opşi, yəni sənəd. Bəli, bütün sənədlər də buradadır. Əziz dostlar, əlimizdən gələn eləyək inşallah. Allahın köməyi ilə Allah şəfasını versin. Allah heç bir evə, evlad dağı, heç bir ataya, anaya evlad dağı verməsin. Allah şəfa versin. Nömrə qoyacağım, kart hesabı da var. Əlimizdən gələn eləyək. Qurban olaram sizə.